Salamlar hər kəsə. Uzun bir aradan sonra nəhayət ki, yeni bir video ilə qarşınızdayım. Əslində bu planlanmış bir şey deyildi. Sadəcə bir anlıq bir neçə video ideyası ağlıma gəldi və düşündüm ki, vaxtım da varkən həmin videoları çəkim. Deməli, bu günləri sizə əsasən bəhs eləyəcəm 2025-ci ilin mənə qatdıqlarından və eyni zamanda da 2026-cı ildə oxumağı düşündüyüm, yəni yaxın zamanda oxumağı planladığım bir neçə kitabdan bəhs edəcəm. Əslində çox kitab yoxdur bu videoda. Səbəbi də ondan ibarətdir ki, mən ümumiyyətlə son zamanlar o qədər də çox kitab oxuya bilmirəm. Yəni buna əslində zamanım yoxdur. Bu səbəbdən də istəmədim burada 15, 20, 30, hətta daha çox kitab seçim və onları daha sonra oxuya bilməyəndə də böyük bir xəyal qırıqlığı yaşayım. Bu səbəbdən cəmi 5 kitab seçmişəm. Əslində o kitabları da ətraflıaraşdıraraq, yəni hal-hazırki ruh halıma, yəni həyatdan istədiklərimə uyğun olaraq seçdim əslində o kitablarda. Yəni təsadüfi seçimlər də deyil. İndi mən videonun davamında əslində həmin kitablar barədə qısa izahlar da sizə gətirəcəm və eyni zamanda həmin kitabları sizə göstərəcəm. Amma ilk öncə istəyirəm ki, 2025-ci il barədə qısaca öz fikirlərimi bildirim. Əslində 2025-ci ildə digər illər kimi mənim üçün hədsiz dərəcədə sürətli ötüb keçən bir il oldu. Məncə bunun səbəbi onunla bağlıdır ki, mən normalda zamanımı çox dolu-dolu yaşayan biriyəm. Yəni evdə olduqda belə qətiyyən boş qalmıram. Müxtəlif şeylərlə özümü inkişaf elətdirməyə çalışıram. Həmin zamanımı müəyyən qədər faydalı keçirməyə çalışıram. Təbii ki, bu fayda anlayışı da nisbi bir anlayışdır mənə görə. Yəni hər kəs üçün fərqlidir. Mənim fayda anlayışım fərqlidir. Sizinki də təbii ki, fərqli ola bilər. Amma mən daha çox kitablar oxuyaraq, araşdırmalar edərək, özümü inkişaf elətdirərək, təbii ki, həmin zamanımı faydalı keçirməyə çalışıram. 2025-ci ildə də həqiqətən çox sürətli ötüb keçdi mənim üçün və bunun düşünürəm ən başlıca səbəbi ondan ibarətdir ki, 2025-ci ildə mən 2 dəfə iş yerimi dəyişdim. Həm ilin əvvəlində yəni iş yerimi dəyişdim, həm də ilin sonlarına doğru təxminən 1-2 ay əvvəl mən iş yerimi dəyişmişəm. Əslində iş yeri dəyişməyin özü də düşünürəm ki, insanın həqiqətən çox zamanını alan bir prosesdir. Çünki nəticədə təbii ki, yəni bu mərhələlərdə iştirak edən hər kəs bilir ki, işə qəbul prosesinin özü hardasa 1-2 ay çəkir. Yəni bəzən hətta 4-5 aya qədər uzana da bilər. Təbii ki, bu müəssisədən müəssisəyə də dəyişən bir şeydir. Amma nəticədə yəni insan zamanını alır, enerjisini alır, bütün fikrini, bütün fokusunu ora verməli olursan, yəni adicə müsahibə prosesinin özünə hazırlaşmaq belə zaman tələb edən bir şeydir. Və buna görə də əslində mənim həmin dönəmlərim çox aşırı yəni yoğun keçib, yəni aşırı dərəcədə məşğul olmuşam. Bir də onu nəzərə alsaq ki, insanın həmin getdiyi ilk iş yerinə alışma, adaptasiya dövrü də var və mən də nəzərə alsaq ki, həmin 3 ayı bu adaptasiya dövrüdür. Yəni toplam elə 3 ay oradan, təxmini 1-2 ay da buradan, yəni bir 5 ayım bu şəkildə keçib. Ona görə əslində həmin ayların necə keçdiyinin fərqində belə olmamışam, amma ümumən götürsək il mənim üçün çox sürətli keçdi. Mənim üçün ən böyük yenilik əslində iş yerimin dəyişikliyi oldu və bu qədər sürətli bir şəkildə iş yeri dəyişdim. Amma bir məsələ də var ki, hal-hazırda işlədiyim yerə düzdür qısa zamanda başlamışam, amma həqiqətən də 4-5 il əvvəl xəyalını qurduğum, arzuladığım bir yerdə çalışıram. Düşünürəm ki, insan bir şeyi həqiqətən ürəkdən istəyirsə, gec-tez ona nail olur. Buna görə də saf niyyətlə onu arzulamaq və daha sonra da həyatın axışına buraxmaq lazımdır. Tutub saxlamaq da əslində bir növ onu gecikdirir. Bu həyat mənə əslində bu illər ərzində bunu da öyrədib və mən bu istədiyim iş yeri, yəni hal-hazırda çalışdığım iş yerini illər əvvəl 2021-ci ildə həqiqətən istəmişdim, amma o vaxtı karyeram hələ başlarındaydı və iş təcrübəm olmadığına görə alınmamışdı. Amma hal-hazırda çox şükür ki, bu mənə qismət oldu. Mən bunun üçün təbii ki, Rəbbimə təşəkkür edirəm ilk öncə. Yəni ona görə də hər hansısa bir arzunuz, niyyətiniz varsa, əmin olun ki, həqiqətən çox ürəkdən arzuluyursunuzsa və buna layiq olmaq üçün çalışırsınızsa, əmin olun ki, gec-tez reallaşacaq. Bu da sizin üçün kiçik bir motivasiya olsun. Bundan əlavə bu il mənim üçün həqiqətən mənəvi baxımdan çox inkişaf etdiyim bir dönəm oldu. Çünki ibadətə başladım və namaz qılmağım mənim üçün həyatımda həqiqətən çox böyük bir dönüm nöqtəsi oldu. Ətrafımda mənəvi cəhətdən inkişaf etmiş, mənə çox faydası toxunan insanlar yığışmağa başladı və nəticədə mən daha da inkişaf elədim bu baxımdan. Özümü sevməyə, Allahı sevməyə öyrəndim. Təbii ki, ilk öncə Rəbbimi sevdim və nəticədə özümü sevməyə, insanları sevməyə öyrəndim və indiyə kimi bilmədiyim o sevgi duyğusunu bir növ dadmış oldum. Dinim mənim üçün həqiqətən müsbət tərəfləri çox oldu, çox şükürlər olsun və bu hələ də davam edən bir prosesdir və inşallah ki, daha da yaxşı olacaq hər şey.
Və bu baxımdan da əslində dünya gözümdə çox cılızlaşdı, hər şey çox əhəmiyyətsizləşdi və dünyadakı o gözümüzdə böyütdüyümüz hadisələr var ya, bunlar hamısı gözümdə hədsiz dərəcədə kiçildi. Hal-hazırda heç bir hadisə gözümdə hansısa bir əhəmiyyətə malik deyil və bilirəm ki, həqiqətən hər şey gəlib keçicidir. Heç nə üçün üzülməyə, özümüzü incitməyə dəyməz. Bu dövrdə təbii ki, bunu dəstəkləyəcək videolar izlədim, müəyyən kitablar oxudum, müəyyən araşdırmalar elədim və həqiqətən bir videoda bir cümlə qarşıma çıxdı. Deyir ki, videoda insanın gözündə müəyyən bir parıltı var. Yəni insan bir parıltı ilə ətrafa baxır və bu parıltının əsas mənbəyi də insanın qəlbidir. Amma qəlb də Allahın əlində olan bir şeydir və nəticədə həmin sevgi Allahdan gəlir və bizim qəlbimizdə olan o hisslər, sevgimiz gözümüz vasitəsilə ətrafa nüfuz edir və çox gözəl bir cümlə də var idi. Deyilir ki, bu qəlbinizdə olan bu parıltının ətrafda, dünya aləmdə olan kiçik bir zərrənin pozmasına imkan verməyin. Çünki onun mənbəyinin nə olduğunu xatırlayın. Həqiqətən çox mənalı bir cümlə, mənalı bir video idi mənim üçün. İstədim burada da kiçik şəkildə ondan bəhs edim. Yəni 2025 mənim üçün həqiqətən maddi cəhətdən deyə bilmərəm, amma mənəvi baxımdan daha qatqılı oldu. Maddi cəhətdən də çox şükür ki, irəliləyiş olub, amma buna çox da fokuslanmıram əslində. Yəni bu mənim üçün o qədər də əhəmiyyətli deyil. Təbii ki, min şükür, amma gözümdə olan əhəmiyyəti o dərəcə deyil. Mənəvi inkişaf mənim üçün daha önəmlidir. Çünki mən özümü hal-hazırda daha xoşbəxt, daha huzurlu və daha rahat hiss edirəm və mənim üçün həqiqətən həyatı boyu ən əsas vacib olan şey daxili huzur və rahatlıq tapmaq idi. Bu da belə, istədiyim qısaca danışaq, söhbət eləyək, yəni bu şəkildə öz fikirlərimi bölüşüm. 2025-ci ilin sizə qazandırdıqları nələr olub, istəyirəm bu barədə siz də öz fikirlərinizi rəy bölməsində mənimlə paylaşasınız. İndi isə istəyirəm çox uzatmadan keçim 2026-cı ildə bu il ərzində yaxın zamanda oxumağı düşündüyüm 5 kitabdan bəhs edim. Bu kitablardan birincisi Herman Hessenin Siddhartha əsəridir. Əslində bu əsəri mən çoxdandır oxumaq istəyirdim. Sadəcə bilmirəm, mən düşünürəm ki, hər kitabın öz zamanı var və bu kitabda öz zamanını gözləyirdi. Çünki mənim hal-hazırki ruh halıma, hal-hazırki həyat vəziyyətimə bu kitab tamamilə uyğun gəlir. Kitabdan qısaca bəhs eləyəcəm, çünki oxumadığım üçün təbii ki, haqqında ətraflı bir məlumata da sahib deyiləm. Sadəcə araşdırdığım qədərilə kitab əslində fəlsəfi bir kitab olaraq tanınır. Burada Siddharthadan bəhs olunur. Bu Hindistanda yaşayan bir gəncdir və onun da öz həyatın mənasını axtarmaq, öz mənini kəşf etmək üçün çıxdığı bir səyahətdən bəhs olunur. Düşünürəm ki, tam elə mənim hal-hazırki ruh halıma uyğun olan bir kitabdır və bu səbəbdən də bu kitabı yaxın zamanda, həqiqətən çox qısa bir zaman ərzində oxumağı düşünürəm. İnşallah oxuduqdan sonra ətraflı bir fikrimi də mütləq şəkildə bu kanalda paylaşacağım. Daha sonra ikinci kitaba keçməzdən öncə bir şey qeyd edim ki, ümumiyyətlə seçdiyim bu 5 əsər əsasən fəlsəfi, psixoloji və biraz da thriller janrında, yəni dedektiv janrında olan əsərlərdir. Yəni əsasən bu tipdə əsərlər seçməyə çalışdım. Çalışmaq da deməyək, daha çox əslində seçdiyim əsərlər bu janrda oldu nədənsə. Bilmirəm, yəqin ki, hal-hazırki vəziyyətimə uyğun olduğu üçün. İkinci bəhs etmək istədiyim əsər isə Rüzgarın Gölgəsi əsəridir. Bu əsər əslində məşhur bir əsər deyil. Mən bu əsəri oxumaq istəməyimin səbəbi kitab sevgimdir. Təbii ki, mən də kitabları oxumağı çox sevdiyim üçün yəni bu kanalı açmışam və kitab sevgisindən bəhs edən bir əsərdir bu. Bu əsərdə Daniel adında bir uşaq var və bu uşağın unutulmuş kitablar məzarlığında müəllifi olmayan bir kitabı tapmasından bəhs edir. Hansı ki, həmin kiçik uşaq bu müəllifin həyatını araşdırmaq üçün bir belə deyək də kəşfə başlayır. Yəni düşünürəm ki, maraqlı əsər olacaq. Çünki ən azından kitablardan, kitab sevgisindən bəhs edən bir əsərdir. İndi oxuduqdan sonra inşallah ətraflı fikirlərimi də paylaşacağım. Daha sonra İsa'nın Son Sırrı José Rodrigues dos Santos'un əsəridir. Məndə bu yazıcıdan ümumilikdə 3 əsər var və mən Tanrının Formülü əsərini bir neçə ay öncə oxuyub bitirmişdim. Həqiqətən hədsiz dərəcədə çox sevmişdim. Bu əsər özü thriller janrında olan bir əsərdir və onu da qeyd edim ki, məndə yazıcının bundan əlavə bir dənə də Süleyman Anahtarı əsəri var və indi əgər bu əsəri də oxuyub çox sevsəm, yəqin ki, o bir əsərdə qısa zamanda oxuyacağam. İri həcmli əsərdə kifayət qədər əslində. Səhifə sayı təxminən 484 səhifədir.
az bir həcmi yoxdur, amma düşünürəm axıcı olacaq. Çünki Tanrının Formulu əsəri çox axıcı əsər idi. Mən o əsəri çox böyük bir həvəslə, çox sürətli bir şəkildə oxuyub bitirmişdim. Hər nə qədər kitab oxumağa çox zamanım olmasa da. Düşünürəm ki, bu əsər də elə olacaq. Əslində bu əsər özü belə deyək də, tarix, elm və dinin kəsişməsindən bəhs edən bir əsərdir. Mən bu üçlü harmoniyanı hədsiz dərəcədə çox sevirəm. Sırf tarix əsərləri oxumaqla həqiqətən aram yoxdur. Və illər əvvəl öz zövqümü çox da bilmədiyim bir zamanda bir neçə tarix əsərlər almışam. Hal-hazırda rəfimdə durur, amma mən onları heç cür oxuya bilmirəm. Hələ ki oxuya bilmirəm. Gələcəkdə bəlkə də oxumağa həvəsim olacaq, bunu deyə bilmərəm. Amma bu üçlü kəsişməni mən həqiqətən çox sevirəm və Tanrının Formulu əsərində də eynən bu üçlü kəsişmədən bəhs olunurdu. Yəni orada da dinlə elmin kəsişməsi, harmoniyasından bəhs olunurdu və o da çox möhtəşəm əsər idi. O əsəri də şiddətlə tövsiyə edirəm sizə. Bu əsərdə oxuyaq inşallah ki, fikirlərimi sizinlə paylaşacağam. Daha sonra dördüncü bəhs etmək istədiyim əsər Yaşayan Ölülər əsəridir. Bu əsər Azərbaycan dilində nəşr olunub və mənim çox sevdiyim Yay nəşriyyatının nəşridir. Əslində kitabın üz qapağı çox möhtəşəmdir. Mən sırf üz qapağını belə deyək, diqqətimi çəkdiyi üçün almışdım və bunu hansısa bir kitab sərgisindən aldığımı xatırlayıram. Endirimlə əldə etmişdim. Əslində maraqlı bir əsər kimi görünür və bildiyim qədərlə bu əsər özü də thriller janrında olan dedektiv bir əsər hesab olunur. Əslində kitabın arxasını mən oxumuşdum, almaq istəyərkən, elə sərgidə olarkən xatırlayıram ki, arxa qapağındakı yazını oxuyub almışdım və burada bir cümlə var. Deyir ki, thriller janrındakı bu romanda müəllif bütün zamanlarda bir mənalı cavabı olmayan suala toxunub, hansı daha yaxşıdır? Acı həqiqət yoxsa şirin yalan? Düşünürəm ki, həqiqətən bu baxımdan mənalı bir əsər olacaq. Çünki həqiqətən bəzən həqiqət bizə daha belə yaxşı görünür, amma əslində acı verir. Amma yalan istəyirik ki, qaçaq, heç kim bizə yalan danışmasın, yalandan uzaq olaq, amma həmişə yalan bizə şirin gəlir. İndi biz bu ikisi arasındakı seçimin şahidi olacaq. Yəni əsər çox diqqətimi çəkib. Oxuyaq görək, yəni ümid edirəm ki, bəyəndiyim əsərlərdən biri olar. Daha sonra ən sonuncu bəhs etmək istədiyim əsər ingilis dilində olan bir əsərdir. The Silent Patient əsəridir. Bu əsəri əslində mən türk dilində və Azərbaycan dilində olan versiyalarını görmüşdüm və əslində türk dilində almağı planlayırdım, belə deyək. Sadəcə bunu mən kitab mağazasından bizzat kitabı incələyərək əldə etmişəm və belə deyək ki, əslində ingilis dilində də bir kitab oxumaq istəyirdim, dilimi inkişaf etdirmək baxımından və bu əsəri həmin vaxt kitab mağazasında gördüm. Vərəqlədim və baxdım ki, dili çox əslində qəliz deyil, çox sadə də deyil, normal bir kitabdır və düşündüm ki, oxuya bilərəm. Bu səbəbdən kitabı əldə etdim. Əldə etdiyim məlumata görə kitab barəsində onu deyə bilərəm ki, burada bir qadın obrazımız var, hansı ki, yoldaşını qətlə yetirdikdən sonra ömürlük susub və heç vaxt danışmayıb. Elə əsərdəki The Silent Patient əslində həmin səssiz pasiyent olan həmin xanımdır. Gözlənilməz bir sonluqla bitir deyilənə görə, yəni araşdırdığım məlumatlara əsasən belə bir qənaətə gəlmişəm. Yəni o şəkildə yazılıb. Görək necə bitəcək. Mənim özümə də çox maraqlıdır. Bu da thriller janrında olan bir əsərdir. Ümumiyyətlə bu dəfə seçdiyim 5 əsər yəqin ki, diqqət yetirdiniz. Çalışmışam həm Azərbaycan, həm türk, həm də ingilis dilində əsərlərə belə deyək ki, yer verim. Çünki həmişə ya türk dilində çox oxuyuram, ya da ümumiyyətlə ingilis və Azərbaycan dilində əsərlər oxusam belə ümumiyyətlə yəni uzun bir müddət oxumuram. Yəni bunun nəticəsində də əslində dilimizdə biraz türkləşmə gedir. Mən bunun qarşısını almaq üçün düşündüm ki, elə 3 dildə olan kitabları da oxuyum. Ümid edirəm ki, hər birini çox bəyənərəm. Təbii ki, hər birini oxuduqdan sonra haqqında fikirlərimi mütləq şəkildə burada sizinlə paylaşacağam. Əgər sizin də yaxın zamanda oxumağı düşündüyünüz kitablar varsa və ümumiyyətlə mənə yaxın zamanda filan kitabı da oxumalısan, bu kitab daha yaxşıdır, maraqlıdır dediyiniz kitablar varsa, mütləq şəkildə rəy bölməsində qeyd edin. Hər birini oxuyacağıma söz verirəm indidən. Bu şəkildə əgər videonu bəyəndinizsə, rəy yazmağı, dəstək üçün kanalıma abunə olmağı və like etməyi unutmayın. Növbəti videolarda görüşənədək hələlik.